Az məni ora gətirtməyin, mənim əsəbimlə oynamayın. Deyirəm, xəstə uşaqlarınızı bağçaya göndərib bizim uşaqlarımızı xəstələndirməyin. Bəsdir sizcə. Salam qızlar. Bu Ramilin maması kimdir? Bu uşağını niyə xəstə göndərir bağçaya? Burnundan sarı irin axır. Xeyr ola ki, mənim uşağım xəstələnməlidir. Olmaz belə, biraz məsuliyyətiniz olsun da. Bu gün mən də bağçadaydım. Həqiqətən o uşağı məndə gördüm. İnanırsınız, çox bərbad vəziyyət xəstə idi də. Mən hər gün uşağımı sağaldıram, göndərirəm, xəstələnir, üstümə gəlir. Ay xanım, Ramilin maması mənəm. Nə olub, nədir, nə problem var? Uşaqdır da xəstələnib. Mən nə bilim, ovzumu eləmişdim, bağçaya göndərəndə xəstələnəcək. Xoş deyil uşağımı göndərmə bağçaya. Bildikdə də yaxşı 50 nəfər nəyə deyir? Bildik göndərməyəcək sabah. Qızlar, biraz məsuliyyətli olun da, xahiş edirəm. Belə olmur. Valla mən səhər 9-da gedirəm, axşam 6-da gəlirəm. Uşağımı qoymağa yerim də olmur. Qızlar, mən bu gün inarsınız, uşağım bütün günü burnu axıb. Elə mən də yazacaq idim, söhbət açıldı deyim. Valla nə olsun indi işləmirik. Mən də gəzməyə gedirəm, uşağı bağçaya qoyuram.